Sevirəm də bu Mərdəkan bu təmiz havasını. Dəyərli müştərilərim, gözəl izləyicilərim, hər kəsə salamlar. Bugün sizlərə Mərdəkanda 8 dənə ev təqdim eləyəcəm. Bayaqdan o qədər çəkiliş eləmişik, üzr istəyirəm ki, danışa da bilmirəm. Bu yorğunçuluğa görə bir dənə zəhmət olmasa orada like düyməsinə toxunaq. Bu qardaşımıza dəstək olaq. Abunə olmayanlar zəhmət olmasa abunə olsun. Gəlin sizlərə ikinci evi təqdim eləyirəm. Baxın burada necədir? 8 dənə evdir. 4 dənəsi 7 sot yarımın 8 sotun içindədir. 4 dənəsi 5 sot yarımın 5 sotun içindədir. 580 min manatdır bu ev. 7,5 sotun içindədir. Burada qış üçün rahatlıqla əyləşə biləcəyimiz cam balkon qoyulacaq bura. Bugün çatdırmayıb ustalarımız. İnşallah sabah bir gün olacaq. İsti döşəməlidir. Mətbəx mebeli də yerləri qoyulub. Burada 8 metr uzunluğunda, 4 metr enində yarım daşma tipli hovuzumuz. Maşallah, maşallah. Saraydır. Bir dənə mini saraydır bu. Evin modeli çox gözəldir. Evin ətrafını tam dövr eləmək mümkündür. Mərdəkanda hardayıq soruşsaz, Mərdəkanda yeni köhnə Qoşaqala restoranı var idi, bilənlər bilir. Bilməyənlər üçün deyirəm, Xalça restoranının yanından dönürük, məktəbin yanından dönürük, gəlirik düz bura. Harasa yoldan bir 300-400 metrlik məsafədə yerləşir. Burada da gördüyünüz kimi geniş bir terası. İstəsəz buranı bağlaya da bilərsiniz cam balkondan, amma məncə açıq qalsa düzdür, zövqlər müxtəlifdir. Açıq qalsa daha gözəldir. Ya Allah, daxil oluruq 260 kvadratlıq evimizə. Qəşəng rəng tonları seçilib, bilmirəm kamerada nə qədər düşür. Ürək açan rəng tonlarından istifadə olunub. Burada 45 kvadratlıq geniş zalımız var. Tavanın hündürlüyü 3,40-dır. Burada 35 kvadratlıq bir dənə mətbəx. Bizim ev boyda deyil bu mətbəx. Buradan da gəl. Buranı görməmişdik. Bax. Burada çamaşırxanası var. İşığı yandıra bilmədim. Burada çamaşırxanası var. Qapıların hündürlüyü 2,25-dir. Burada 28 kvadratlıq geniş bir yataq otağı. Davam edirik. Bəh. Bu nədir belə qardaş? Bu boyda sanitar qoşu olar ha. Əla. Qazı, suyu, işığı, bütün sənədləri qaydasındadır. Boy. Buradakı sanitar qoşu da böyükdür. Gəl bax. Gəl bax. Maşallah. Özdə divar içidir bunlar. Əla. Muntazlar falan divar içidir. Necə? Pəncərələri göstərəcəm. Bax, divar məsafəsini göstərim. Bu da bir geniş 27 kvadratlıq yataq otağıdır. Burada divar məsafəsi gördüyünüz kimi kifayət qədərdir, amma o tərəfdə lap uzaqdır. O tərəfdə 3 metr məsafə var. Bu da geniş bir sanitar qovşağı. 580 min manatım olsa, mən bunu alaram mı? Sual verirəm özümə. Alaram. Yeri də qəşəng, evi də qəşəng. Ən vacib, hər zaman dediyim kimi, keyfiyyətlidir. Baxın, ev alırsınız, zəhmətlə pul yığırsınız, əziyyətlə pul yığırsınız. Gəlib, pulunuzu belə deyim də, çölə tullamayın. Mütləq və mütləq mütəxəssis gətizdirin, evinizi yoxlatdırın. Məndən belə alsan, qardaş, inanma. Mənə belə inanma, evi yoxlatdıral. Allah xeyrinizi versin, ruzunuz bol, canınız sağ olsun. Görüşmək ümidi ilə, hələlik.